Hər vaxtınız xeyir olsun. Bugün sizinlə test toplusu 9 illik 2025-ci il nəşrində yer alan "İndi tam zamanıdır" mətninin izahını paylaşıram. Mətni oxuduqdan sonra sualların izahına baxmağınızı məsləhət görürəm. Mən vaxt getməsin deyə mətni oxumuram, sadəcə suallara birbaşa keçib cavablandıracağam. Birinci sualdan başlayırıq. Birinci sualda qeyd olunub ki, üzərində rəqəm yazılmış hansı ifadələr həqqi mənadadır. Əvvəlcə gəlin üzərində rəqəm yazılmış ifadələrə baxaq. Deməli, birinci sözümüz göllər qurumağa, bulaqlar yox olmağa başlayandır. Birinci sözümüz qurumağa sözdür. Qurumağa sözünün üstündə yazılıbdır. Baxırıq, görürük ki, göllər quruya bilər. Bu həqqi mənada işlənmiş bir ifadədir. Ona görə 1-i götürəcəyik. Daha sonra 2-yə baxırıq. Nobel mükafatına layiq görülməsi. Biz kitabı görə bilərik. Başqa yaxın bir sevgimizi görə bilərik. Amma layiq görülmək, bu ifadə məcazi mənada işlənmişdir deyə 2-ni götürməyəcəyik. 3-ə baxırıq. Ağacları kəsir. Bəli, ağaclar kəsilə bilər. Bu, həqiqi mənada işlənmiş ifadədir. Ona görə 1, 3. Deməli, 1, 3 hələ ki doğru variantdır. Digər variantlara cavab vermək məcazi mənada işlənmişdir. Kitab verə bilərsən, amma su verə bilərsən, cavab vermək məcazidir. Üz tutdular, meşəyə üz tutdular. Üz tutmaq da məcazi mənada işlənmiş ifadədir. Yəni, üzü tutub getmirsən, sadəcə yol aldılar mənasında işlənmişdir. Ona görə də sualımızın düzgün cavabı 1, 3, deməli, C variantı olacaq. Gəlirik ikinci tapşırığa. İkinci suala. Mətndə çərçivə daxilində verilmiş sözün mənasını müəyyən edin. Mətndə çərçivə daxilində verilmiş söz plantasiyalar sözüdür. Və ümumiyyətlə, bu sözün mənasını bilmirik. Qarşımıza çıxıbdır. Ən azından məntiqlə götürərik ki, burada əkməkdən danışılırsa, deməli, əkinçiliklə bağlı nəsə bir şey olar da. Və gəlirik, baxırıq, görürük ki, deməli, burada əkinçiliklə bağlı, baxın, buradadır. İxtisaslaşmış iri əkinçilik təsərrüfatı. Ona görə də sualımızın doğru cavabı C variantı olacaq. Keçək növbəti 13-cü sualı. Hansı hikmətli fikir mətn məzmunu ilə səsləşir? Baxırıq. Uğursuzluqlar güclülərə daha çox güc verir. Bu fikir əslində düzgündür, lakin mətn məzmunu ilə nə əlaqəsi var? Burada heç kəs uğursuzluğa düçar olmamışdır. Başqalarına qalib gələn qüvvətli, özünə qalib gələn isə əzəmətlidir. Yəni, burada bu fikir, yenə də deyirəm, ayrılıqda bir düzgün bir fikirdir, lakin mətn məzmununa heç bir əlaqəsi yoxdur deyə bunu götürmürük. Uğur insana bəlkə də çox şey öyrətmir, amma uğursuzluqlar çox şey öyrədir. Uğursuzluqlar çox şey öyrədir. Burada uğursuzluqdan danışmıyıq deyə mətndən səsləşmir. 1000 kilometr uzunluqdan olan yol sadəcə bir addımla başlayır. Baxın, bu götürülə bilər. Çünki biz görürük ki, əsərin baş qəhrəmanı çox mübarizə aparır və o, bu mübarizəsi üçün bircə addım atır. Deməli, ağacların kəsildiyini görür və qadınları başına yığıb bir növ onlardan dəstək alaraq hərəkat yaradır. Və axırda da təbii ki, qalib gəlir. E variantında deyir ki, səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun. Burada səhv etməkdən söhbət getmir. Ona görə də sualımızın doğru variantı D variantı olacaq. 14. Mətnə əsasən klasteri tamamlaya bilən, baxın, tamamlaya bilən fikirlər istəyir. Vanqarıma aiddir. Klasterdə biz bilirik ki, ortada bir fikir verilir və onunla bağlı, deməli, biz düzgün doğru fikirləri, ona aid olan fikirləri seçməliyik. Vanqarıma aiddir, cəsarətlidir, bəli, təbiəti sevir, bəli, təbiəti sevir. Şöhrət pərəstdir, xeyr, nə əlaqəsi var? Hökumətdən kömək istəyir, baxın, hökumətdən kömək istəmir. O, qadınlara müraciət edir və çoxlu ağac əkməyə təklif edir, bir növ stil, belə deyək. Hökumətdən ona görə kömək istəmir. Qətiyyətlidir, bəli, qətiyyətlidir ki, axırda qələbə qazanır. 1, 4, E variantı. Təkəbbürlüdür, xeyr, təkəbbürlü olmaq lovğa deməkdir. Lovğalıqdır. Lovğa insanlara, təkəbbürlü insanlar deyilir. Amma biz vanqarıma aiddə belə bir xüsusiyyəti görmədiyimiz üçün biz 1, 4-ü, yəni təbiəti sevir və qətiyyətlidir fikrini klasteri tamamlayan fikir kimi götürə biləcəyik. Ona görə sualın doğru variantı E variantı olacaq. 5. Qarşısında Roma rəqəmi yazılmış cümlələrdən biri mətn hissələri arasında əlaqəni pozur. Gəlin birbaşa ilə doğru fikri səsləndirim. Doğru fikir A variantı olacaq. A-da yəni 2. Niyə? Baxın, fikir versəz, deməli, yaşadığı kəndin ətrafındakı göllər qurumağa, bulaqlar yox olmağa başlananda Vanqari nə hiss etməli olduğunu anladı. Bir yerə toplaşmaq üçün digər qadınlara müraciət etdi.
Nobel mükafatına layiq görülməsini xanım Maiti böyük həyəcanla qarşılamışdı. Burada başqa bir şeydən danışır. Amma ikinci Rum rəqəmi ilə yazılmış, yəni ikinci hissədə isə tamamilə başqa bir fikir deyir. Yəni nə əlaqəsi var deyir, heç ananın yeridir. Yəni bu fikrin bura aid olunması bir növ mətnin tərkib hissələri arasında əlaqəni pozur. Yəni bu bura yazılmamalı idi. Bəlkə də bu fikir Nobel mükafatına layiq görülməsi xanım Maiti böyük həyəcanla qarşılamışdı. Bu hissəyə aid edilməli idi. Çünki burada nədən danışılırdı? Nobel mükafatından. Amma burada başqa bir şeydən danışılır. Atır ortalığa ki, Nobel mükafatına layiq görülməsini xanım Maiti böyük həyəcanla qarşılamışdı. Yəni bu hissə ilə əlaqəsi yoxdur. Amma bu hissəyə yazılsaydı, bəli, əlaqə gözlənmiş olardı. Ona görə ikinci hissə deməli düzgün variantımız olacaq. A variantı. Keçirik 16-ya. Mətndə qarşısında üçbucaq işarəsi qoyulmuş hansı cümlənin tərkibində mətndəki mənasında işlənmişdir? Gəlin görək üçbucaq harda qoyulmuşdur. Aha, baxırıq. Yol. Baxın, üçbucağın qarşı yol. Bu yol ilə bir neçə Kenyalı qadın öz bağçasında iştir yetişdirib ağac əkməyə başladı. Yol sözü burada üsul mənasında işlənmişdir. Yəni bu yol ilə, bu üsul ilə bir neçə Kenyalı qadın öz bağçasında ştil yetişdirib ağac əkməyə başladı. Deməli, biz həmin mənanı ifadə edən cümləni tapmalıyıq. Kəndimizə asfalt yol çəkildi. Bəli, burada yol həqiqi mənadadır. Yol çəkilibdir. Amma bizə üsul olan variantı lazımdır. Kəndimizə asfalt üsul çəkildi deyə bilmirik. Biz uzaq yoldan gəlmişik. Uzaq yoldan gəlmək yenə həqiqi mənadadır. Hər bir tələbənin qarşısında geniş yollar açılıb. Hər bir tələbənin qarşısında geniş yollar açılıbdır. Geniş üsullar açılıb deyə bilmirik ki. Vətən yolunda canından keçdi. Vətən yolunda, vətən üçün, vətən uğrunda. Yəni burada bunu biz həmin yol sözünün, yəni üsul sözünün qarşılığı kimi götürə bilmərik. Bilik əldə etməyin yolu, bilik əldə etməyin üsulu. Baxın, burada qeyd götürə bilirik. Üsulu çox çalışmaqdır. Bilik əldə etməyin üsulu, yolu çox çalışmaqdır. E variantı sualımızın doğru cavabı olacaq. 17. Mətnə əsasən, baxın, mətnə əsasən, deməli biz mətnə əsaslanmalıyıq. Doğru fikri müəyyən edin. Qadınların dəstəyi ilə Vanqari öz məqsədinə nail olur. Bəli, elə sualımızın doğru cavabı A variantı olacaq. Qadınların dəstəyi ilə Vanqari öz məqsədinə nail olur. Qadınlar ona kömək eləməsəydi, o 40 milyon ağacı necə əkəcəkdi? Ona görə A variantı doğrudur. B-yə baxırıq. Maiti Vanqarinin xidmətləri qiymətləndirilməli. Necə qiymətləndirmək ki, axırda ona Nobel mükafatı verilir, qiymətləndirilibdir. Qadınlar ştil almaq üçün müxtəlif plantasiyalardan yardım istəyirlər. Xeyr, plantasiyalardan yardım istəmirlər. Qadınlardan biridir ki, bizə hansı plantasiya bu qədər ştil verəcək, hansı plantasiyadan alacağıq? Deməli, Vanqari də deyir ki, Maiti Vanqari də deyir ki, biz özümüz əkəcəyik. Yəni, burada plantasiyalardan yardım istəmirlər. Nobel mükafatına layiq görüləndən sonra Vanqari yaşıl qurşaq hərəkatına başladı. Xeyr, Vanqari yaşıl qurşaq hərəkatına Nobel mükafatından əvvəl başlayır. Bu xidmətlərinə görə zaten onu sonda Nobel mükafatı verilir. Ona görə deyil, səhvdir. Maitinin nitqindən məlum olur ki, hökumət ağacları kəsir. Xeyr, Maiti belə bir fikir demir. Oradakı qadınlardan biri, baxın, gəlin hətta bu hissəni də göstərim. Baxın, yaşıl qurşaq hərəkatı buradaydı. Deməli, və əkməyə başladılar və Kenya sərhədlərini aşan yaşıl qurşaq hərəkatı başlandı. Bu hadisədən sonra, baxın, bu hadisələrdən sonra Nobel mükafatı təqdim edilir. Deməli, 2004-də. Yəni, bu ondan əvvəl baş veribdir. Aha. Qadınlardan biri dedi, hökumət tarlalara yer açmaq üçün ağacları kəsir. Demək, qadınlardan biri deyir, Maiti Vanqari demir. O fikir səhv fikir olacaq. Bəli, Maitinin nitqindən məlum olur ki, hökumət ağacları kəsir, xeyr. Doğru variantımız A variantı. Qadınlardan biri deyir çünki. Hansı plan bənləri mətnin eyni tərkib hissəsinə aiddir? Eyni tərkib hissəsi bilirsinizmi nə deməkdir? Yəni ki, tərkib hissələri, biz bilirik ki, mətnin tərkib hissələri 3 hissədən ibarətdir. Deməli, mətnin tərkib hissəsi 3 hissədən ibarətdir. Giriş, əsas və nəticə. Deməli, giriş isə baxın bu hissədir. Giriş hissə. Məlumat verilir ki, Nobel mükafatına layiq görülən ilk Afrikalı qadındır. Bu qısa bir məlumat verildi. Əsas hissə, baxın, əsas hadisələr nədən danışılırsa, bu əsas hissədə danışılır. Baxın, yaşadığı kəndin bu hissədən başlayır ta 2004-cü ilə qədər. Bu hissə əsas hissədir.
Bu hissə isə artıq nəticə, yəni sonluq. Məhz buradan artıq biz nəticəni görürük, sonluğu görürük. İndi burada deyir ki, hansı mətn tərkib hissələrinə aiddir? Eyni tərkib hissəsinə aiddir. Baxın, təbiətlə insanın vəhdəti bu əsas hissədə verilmişdir. Biz oxuyanda görürük ki, təbiətlə insanın vəhdəti məsələsi harda verilibdir? Əsas hissədə danışılır. Orada hətta deməli Vanqardi deyir ki, biz ekosistemin tərkib hissəsiyik, bunu pozmaq olmaz. Əgər ağacları qırsaq, biz də məhv olarıq. Bu hissə deməli əsas hissədə verilmişdir. 1. Nobel mükafatı alan ilk Afrikalı qadın. Baxın, bu hissə giriş hissədə verilmiş məlumat idi. Mətni oxuyanda giriş hissədə bundan danışır. Ona görə bu əsas hissədə idi. Bu giriş hissədə. Yaşıl qurşaq hərəkatı oxuyanda görürük ki, bəli, bu da əsas hissədə verilmiş fikirdir. Vəziyyətdən çıxış yolu. Bəli, bu vəziyyətdən çıxış yolu üçün onlar nə etdilər? İştirlər əkdilər, çoxlu ağaclar əkdilər və nəticədə 40 milyona yaxın ağac yetişdirildi. Bu da əsas hissədə verilmişdir. Elmi nailiyyət, yüksək vəzifə, nəticə hissəsini oxuyanda biz görürük ki, orada Nobel mükafatı alır. Baxın, hətta gəlin göstərək. Ən son hissədə də deyir ki, Vanqari Mərkəzi və Şərqi Afrika ölkələrində elmlər doktoru olmuş ilk qadındır. O, Kenyanın ətraf mühit, milli sərvətlər və meşə nazirinin müavini vəzifəsində çalışmışdır. Deməli, bu nəticə hissəsində verilmişdir. Deməli, sualın düzgün cavabı təbiətli insan vəhdəti 1, yaşıl qurşaq hərəkatı 3, vəziyyətdən çıxış yolu 4, 1, 3, 4 C variantıdır. Bu 3 fikrin 3-ü də çünki əsas hissədə verilmişdir. Hansı plan bəndləri mətn eyni tərkib hissəsinə aiddir? Eyni tərkib hissəsinə aiddir əsas hissəyə. Ona görə C variantını götürəcəyik. Gəldik 19-a. Həqiqi sahibi olmayan torpaq yetimdir. Heydər Əliyev bu fikri demişdir. Aforizmini mətnlə əlaqələndirərək fikrinizi yazın. Baxın, mətnlə əlaqələndirin deyirsə, siz bu fikri mətnə əsasən əlaqələndirərək fikrinizi yazmalısınız. Yazacaqsınız ki, Vanqari, Marti Vanqari və onun ətrafında olan qadınlar torpaqlarına sahib çıxırlar və nəticədə öz ölkəsini, daha doğrusu torpağına sahib çıxırlar və həmin torpaqda çoxlu ağaclar yetişərək oralığı meşəliyə çevirirlər. Bir növ öz torpaqlarına sahib çıxırlar. Yəni, bu fikirlə bir növ səsləşir. Mətndə nöqtələrin yerinə uyğun gələn ifadə yazın. Mətndə nöqtələrin yerinə. Bax, nöqtələr harada verilmişdir? Aha. Xanım Matiyə görə ətraf mühitin qorunması ilə insan hüquqları müdafiəsi arasında əlaqə var. Biz insanlar ekosistemin bir hissəsiyik. Bu sistemin bir hissəsini öldürəndə özümüzü də qırırıq. Buna görə də bu ekosistem olduğu kimi qalmalıdır, qorunmalıdır. Bizim salamat qalmağımız asılıdır, nöqtələr verilibdir. Yəni, yaza bilərik ki, bizim deməli, salamat qalmağımız İnsanla təbiətin vəhdətindən asılıdır. Bunu yaza bilərik. Və yaxud da birinci yaza bilərik ki, insanla təbiətin vəhdətindən. Və yaza bilərik ki, bu ekosistemdən. Asılıdır. Bu fikirlərdən birini yaza bilərik. Yəni, hansını yazsaz, yenə də doğru variant kimi götürüləcək. Belə, bu da bizim indi tam zamanıdır mətnimizin izahı idi. İnşallah ki, izahımız aydın olmuşdur. Əvvəlcə sonda onu da qeyd edeyim ki, bizim həm Azərbaycan dilindən, həm də ədəbiyyatdan deməli, qrup dərslərimiz, həm də fərdi dərslərimiz keçirilir. Dərslərimiz haqqında məlumat almaq üçün 051 959 07 68 nömrəsi ilə əlaqə yaradın. Biz də sizə dərslərimiz haqqında məlumat verək. Belə, özünüzə yaxşı baxın. Allah amanında. Sağ olun, salamat qalın.